Salam, hər birinizi xoş gördük. Əziz dövlət qulluğunun test və müsahibə mərhələsinə hazırlaşan şəxslər. Qısa bir tətilin ardından sonra yenidən bir yerdəyik və qaldığımız yerdən davam edirik. Deməli, mən bu video vasitəsilə sizlərə bir neçə məlumat vermək istəyirəm. Daha sonra növbəti günlərimdə bizim canlı yayımlarımız, videolarımız haqqında da sizə məlumat verəcəm. Deməli, sizə birinci nə məlumat verim? Bilirsiniz ki, bu yaxınlarda ümumi müsahibə elan olundu. Əgər siz ümumi müsahibəyə hazırlaşırsınızsa, hər hansı bir vakant vəzifə seçmisinizsə və yaxud da ki, əziz müsahibə mərhələsinə hazırlaşan şəxslər çıxacaq müsabiqə üzrə müsahibə mərhələsini gözləyirsizsə, hansı ki, bu da bir çox namizədlərdə sual işarəsidir ki, bəs iyun ayı ərzində çıxacaqdı, necə oldu? Deməli, mən ehtimal edirəm ki, bu ayın sonuna qədər müsabiqə üzrə müsahibə mərhələsi elan olunacaq və ya daxili müsahibəyə hazırlaşan şəxs də ola bilər. Uzun sözün qısası, ümumi, daxili və müsabiqə üzrə müsahibə mərhələsinə hazırlaşan şəxslər, əgər siz iddia etdiyiniz vakant vəzifədə uyğundur, yəni bizim sözlə desək, yaşıl sözü görmək istəsəniz, bizim kursa müraciət edə bilərsiniz. Qanunvericilikdir, dünya görüşüdür, müraciət etdiyiniz qurumun vəzifə proqramına aid olan qanunların hər birisi mən tərəfindən tədris edilməlidir və tədris edilir. Bundan əlavə olaraq yeni müsahibə qrupu mənim bu həftə ərzində start götürür, yəni başlayacaq. Həmin müsahibə qrupuna qoşulmaq üçün bu videonun şərh hissəsində qeyd etdiyim nömrəni əlaqə saxlaya bilərsiniz. Təkrar qeyd etmək istəyirəm. Yeni müsahibə qrupu bu həftə ərzində başlayacaq. Həmin müsahibə qrupuna qoşulmaq üçün şərh hissəsində qeyd etdiyim nömrəni əlaqə saxlaya bilərsiniz. Bu müsahibə qrupunda ümumi, daxili və müsabiqə üzrə müsahibə mərhələsi olacaq şəxslərə aiddir. Heç bir fərqi yoxdur. Buyurub indi müraciət edə bilərsiniz. Buna əlavə olaraq əziz test mərhələsinə hazırlaşan şəxslər iyul imtahana hazırlaşırsınızsa və belə deyək də siz bu iyul imtahanında artıq azdan çoxdan bir bazanız varsa bizim sürət qruplarımıza qoşula bilərsiniz. Qanunvericilik, məntiq, informatika və Azərbaycan dili uyğun olaraq yalnız ya qanundan ya da ki 4 fəndən sürət qrupuna qoşula bilərsiniz iyul imtahanına hazırlaşan şəxslər. Yaxud siz avqust imtahanına hazırlaşmaq istəyirsinizsə, bizim avqust qruplarımız artıq bu ayın 20-sindən 21-dən etibarən start götürür. Avqust qrupunu sıfırdan başlayacaqsınız. 4 fən üzrə ya yalnız qanundan buyurub müraciət edə bilərsiniz. Qanunvericilik fənnini mən tədris edirəm. Kursun digər müəllimlər də öz fənlərini tədris edirlər. Deməli, fikrimizi ümumiləşdirsək, bu video vasitəsilə biz nəyi demək istədik? Müsahibə mərhələsinə hazırlaşan şəxslər, əgər bilirəm ki, bir çoxlarınız videolara baxırsınız, hazırda məni izləyirsinizsə, demək olar ki, bütün videolarımla, müsahibə mərhələsi videolarına baxırsınız və dərsdə də daha da təkmilləşdirmək istəyirsinizsə, müsahibədə bu günlərimdə, dünənlərimdə, ondan əvvəlki günlərdə də bizim kifayət qədər nəticələrimiz var. Keçib Instagram səhifəsinə baxa bilərsiniz. Özünüz də azdan çoxdan bilirsiniz ki, bu müsahibə nəticələri nədən asılıdır? Praktiki məqamlardan, sual cavablardan, dərsin nəzəri yox, onun mahiyyətini başa düşüb, müsahibədə praktiki bilgilər verməkdən, əlvi məlumatlar verməkdən, doğru düzgün hazırlaşmaqdan ibarətdir. Və əgər siz də müsahibə mərhələsinə hazırlaşırsınızsa, çıxacaq vakansiyanı gözləyirsinizsə və ya vakansiya çıxdıqdan sonra müraciət etmək istəyirsə heç bir fərqi yoxdur. Onu qeyd edeyim ki, mənim yeni müsahibə qrupum bu həftə ərzində başlayır. O müsahibə qrupuna qoşula bilərsiniz. Buna əlavə olaraq biz qeyd elədik ki, iyul sürət qrupu artıq start götürüb, bu qrupa qoşula bilərsiniz. Avqust və sentyabr aylarındakı dövlət qulluğunun test imtahanı hazırlaşmaq istəyirsinizsə, artıq bizim bu ayın 20-sindən 21-dən etibarən dərslərimiz start götürəcək. Buyurub müraciət edə bilərsiniz. Bu oldu bizim dərslər haqqında ümumi məlumatımız. Bundan əlavə olaraq yoldaşlar, mən artıq dediyim kimi tətildən geri döndüm. 7 gün yox idim və video yükləyə bilmirdim. İndi hansı video yükləyəcəm, o haqqda sizə məlumat vermək istəyirəm. 1. Bu İsrail-İran müharibəsi haqqında bir ümumi video yükləyəcəm. Sizlərlə məlumatınız olsun. İsrail-İran münaqişəsində qarşı durmasında haqlı, haqsız, müsahibədə dünya görüşündən veriləcək suallar olsun. Ümumiyyətlə heç İsrail-İran müharibəsində dünya görüşündən sual verilməsə belə bu münaqişədə kim haqlıdır, kim haqsızdır, Azərbaycan Respublikası mövqeyi necə sərgiləyir bu münaqişədə. Buna əlavə olaraq ən son məlumatlar nələrdir? Hər iki ölkə haqqında məlumatlar verəcəm sizə ki, bir yerdə oturanda, danışanda və ya da ki, bir sosial şəbəkələrdə fikir irəli sürüləndə bir məlumatlı şəxs kimi öz fikrinizi irəli sürməyiniz daha düşünürəm ki, sizin üçün təcrübəli olar. Ona görə də İsrail-İran haqqında, bu münaqişə qarşı durma haqqında yaxın günlərdə bir video yükləyəcəm. O videoya baxmağı sizə məsləhət görürəm.
Lövhə qarşısında o videonu çəkəcəm. Mən artıq belə də beynimdə məndə bir məsələ var ki, bir video çəkməzdən əvvəl beynimdə artıq fikirləşirəm ki, necə olsun, nə cür olsun. Artıq xəritələrlə İran İslam Respublikasının xəritəsi, İsrailin, onların əhalisi, ərazisi və qarşıdurmanın əsas məqsədi, yaranması, niyə belədir, nə gözlənilir? Bu münaqişədə haqlı kimdir və yaxud da qeyd etdiyim kimi haqsız kimdir və ən vacib bu münaqişə necə yekunlaşacaq? Dair bulan hər birisini lövhə qarşısında sizə izahını verəcəm. Bundan əlavə olaraq artıq dünya görüşündə başqa məqamlarla sizə izahını verəcəm. Azərbaycan Xalq Cümhuriyyəti, 1-ci Qarabağ müharibəsi, 2-ci Qarabağ müharibəsi və digər dünya görüşünə aid olan məlumatları da video şəklində qısa-qısa sizlərə izah edəcəm. Qısa-qısa deyəndə nəyi nəzərdə tuturam? Məsələn, Azərbaycan Xalq Cümhuriyyətinə dair 15 dəqiqəlik bir video. Həmin 15 dəqiqəlik videoda Azərbaycan Xalq Cümhuriyyəti haqqında demək olar ki, ən vacib, müsabiqədə verilən suallar və yaxud da ki, bilikli olmamızın məqsədi ilə nələr bilməliyik, o haqqda bir video olacaq. Daha sonra 15 dəqiqəlik tutalım ki, 1-ci Qarabağ müharibəsi, tutalım ki, 13 dəqiqəlik Azərbaycanla Rusiya arasında bağlanmış beynəlxalq müqavilələr, Türkiyə arasında və s. və s. Bunlar haqqında videolar yükləyəcəm. Daha sonra test mərhələsi hazırlaşan şəxslərdə normativ hüquq haqqları Konstitusiya qanununun izahını istəyirlər. Normativ düzdür videosunu çəkməmişəm, indi onu çəkməyə planlaşdırıram. İnsan hüquqları müvəkkilinin də videosunu çəkməliyəm. Deməli, o videosunu çəkəcəm sizlər üçün. Bundan əlavə olaraq da test imtahanı hazırlaşan şəxslər var. İyun ayında imtahana girəcək. Həmin imtahanın bir gün qabaqcanlıyam, etməyi düşünürəm. İmtahanda ən vacib məqamlar hansılardır, onlara nəyə diqqət yetirmək lazımdır? O adlı bir video sizlərə yükləyəcəm. O haqqda məlumatınız olsun. İyul və avqust imtahanı hazırlaşan şəxslərə dair gündəlik olmasa belə 2-3 gündən bir video yükləyəcəm ki, məlumatınız olsun ki, hansı qanun necə şəkildə oxumaq lazımdır, necə hazırlaşmaq lazımdır və s. Yəni, özü də görürsünüz ki, mən əlimdən gələn hər şeyin yaxşısını edirəm ki, sizlər özünüz əziyyətiniz yerdə qalmasın. Və sizdən də xahişim ondan ibarətdir ki, mən bu videonu like eləməyin, paylaşmayın və yaxud da ki, heç kimə məsləhət görməyə də bilərsiniz. Sadəcə mən sizə istədiyim ondan ibarətdir ki, yəni heç abunə də olmaya da bilərsiniz. Yəni hər dəfə videonun əvvəlində deyirəm axı abunə olmağı unutmayın və s. O məndə bir alışqanlıq deyək də, yəni. Əsas məqsədim mənim nədən ibarətdir? Əsas məqsədim mənim sizin bu çəkdiyiniz əziyyət yerdə qalmasın. Bax, bir budur. İkincisi də ki, sizə heç kim köməklik etmir. Yəni, düzdür, başqa müəllimlər məntiq, informatika Azərbaycanda videolar yükləyə bilər və s. Amma bir növ qorxa-qorxa, bir növ çəkinə-çəkinə, bəzilərinə söhbət gedir. Çəkinə-çəkinə, bunu ancaq öz tələbələrimi izah edeyim, digərləri bilməsin şəklində hərəkət edirlər. Amma mənim əsas niyyətim ondan ibarətdir ki, imkanı olanlar, olmayanlar və yaxud da ki, belə də, mənim üçün bir dənə kifayətdir ki, təşəkkür edirəm Cəsur müəllim. Bax, məsələn, mənim üçün ən böyük xoşbəxtlik nədir? Bəzi dərsdən kənara çıxıram, dönənlərim aeroportdan qayıdıram. Heydər Əliyev aeroportunda bir nəfər artıq pasport yoxlayanda bir xanım idi və pasportumu yoxlayanda dedi ki, siz Cəsur müəllimsiniz. Dedim, bəli. Dedi ki, mən sizin videolarınız sayəsində buralara qədər gəlmişəm və belə deyək də, mən sizi tanıyıram. İndi lap o, belə deyək də, o mənlə o şəkildə danışması, məni tanıması, bax, mənim üçün budur. Mənim nə desən, mənim üçün həqiqətən də bundan ötə bir şey yoxdur. Durub kimsə mənə salamlaşması və yaxud da kimsə mənə xoş söz deməsi, mən üçün bu hər şeydən önəmlidir, yəni ki. Həqiqətən bunu biri var ki, qəlbdən eləyəsən, bir də var ki, hə, buna falan kəsə müəllimdə. Yox, yəni, bilirsiniz ki, birçoqlarınız mənim videolara baxmışsınız, test və müsabiqə, nə qədər video izahları var, nə qədər video izahları var. Hər birisinə baxırsınız, hər birinizə təşəkkür edirəm, müsbət rəylə yazırsınız, hər birinizə təşəkkür edirəm. Əsas odur ki, mən sizdən nəyi görürəm, nəyi hiss edirəm, onu deyim. Öz qəlbinizdən gələnləri, öz içinizdən gələnləri mənimlə bölüşürsünüz. Yəni, videolara baxmanızda sizə necə xoş təsirat bağışladığını, videolara baxmanızın nəticəsində hansı yerlərə gəlib çıxmağınızı, bunlara qəlbdən mənə deməyiniz üçün sizə təşəkkür edirəm. Yaxşı ki, belə deyək də, buradasınız, yaxşı ki, biz buradayıq. Əlimizdən gəldiyi qədər sizə kömək etməyə çalışacağam. Hər birinizə təşəkkür edirəm. İnşallah ki, yeni videolarda görüşəndək. Sağ olun, salamat qalın.